Xoş gəlmisiniz. Bugünkü dərin təhlilimizdə diqqət mərkəzində tək və çox maraqlı bir mənbə var. Aha, idman dünyasını, xüsusən də yerli azarkeşləri xeyli təəccübləndirən bir mövzudur. Dəqiq. Söhbət Azərbaycan millisinin və Qarabağın ulduzu Toral Bayramovun Türkiyənin köklü klublarından olan Bursaspora səs-küylü transferindən gedir. Özdə bu sadəcə sıradan bir idman xəbəri deyil. Bəli, yəni missiyamız bugün sadəcə transferi müzakirə etmək deyil. Biz o zəmanətli, rahat uğuru tərk edib, böyük bir təzyiqin altına girməyin arxasındakı psixologiyanı deşifrə edəcəyik. Çünki kənardan baxanda bu addım doğrudan da biraz, necə deyərlər, irrasional görünə bilər. Ay sağ ol, siz bir anlıq təsəvvür edin ki, çox qazanclı və hər şeyin stabil işlədiyi bir şirkətdə lidersiniz. Hər şey əladır. Aha. Amma hər şeyi atıb, vaxtilə nəhəng olmuş, indi isə böhrandan qurtulmağa çalışan köklü başqa bir şirkətə xilaskar kimi gedirsiniz. Yəni, məntiqlidirmi bu? Təbii ki, ilk baxışdan yox. Amma biz bu qərarın detallarına endikcə həm fərdi ambisiyanın, həm də idman menecmentinin o incə mexanizmlərini aydın görürük. Onda gəlin əvvəlcə faktlara baxaq. Çünki vəziyyət həqiqətən çox təzadlıdır. Toralın cəmi 25 yaşı var. Bəli, karyerasının ən məhsuldar dövründədir. Düzdür. 2020-ci ildən bəri Qarabağla 254 oyuna çıxıb, düz 37 qol vurub. Bu bir cinah oyuncusu üçün möhtəşəm rəqəmdir. Hə, özü də komanda ilə 5 dəfə Azərbaycan çempionu olub. Yəni adam Avropa kuboklarında davamlı oynayır. Milli komandada da stabil yeri var. Aha, millidə də 40 oyunda 5 qolu var. İndi isə o durub Bursaspora keçir. Bir saniyə, mənim burada sizə çox kəskin bir sualım var. Buyur, eşidirəm. Gəlin bunu aydınlaşdıraq. Bursaspor Türkiyənin tarixi çempionlarından biri ola bilər, amma hazırki reallıq odur ki, onlar aşağı liqalardan yuxarı qalxmağa çalışırlar. Bəli, hazırda Superliqada deyirlər. Yəni, bir adam 25 yaşında ölkəsində mümkün olan bütün titulları qazanıbsa, Avropada oynayan komandanı qoyub aşağı liqaya getmək, bu, legioner olmaq peşəkar bir ehtiyacdır, yoxsa sadəcə macəra axtarışıdır? İntihar deyilmi bu? Əla sualdır və məhz bu kəskin kontrast bizi idman psixologiyasının ən maraqlı tərəfinə aparır. Nədir o maraqlı tərəf? Yəni, əgər məsələ sadəcə Çempionlar Liqasının himnini dinləmək və ya rahatca çempionluq yaşamaq olsaydı... Onda bu addım heç məntiqli olmazdı, düzdür? Tamamilə haqlısan. Amma burada əsas məsələ o xilaskar psixologiyası və böyük bir dirçəliş layihəsinin mərkəzində olmaq istəyidir. Aha, dirçəliş layihəsi. Bəli. Qarabağ hər şeyin saat kimi işlədiyi mükəmməl, sabit bir sistemdir. Bursaspor isə milyonlarla çılğın azərkeşi olan, amma hazırda, belə deyək, yaralı bir nəhəngdir. Yəni Toral sadəcə mükəmməl işləyən bir maşının kiçik bir dişli çarxı olmaqdan bezib. Dəqiq. O, həmin o yaralı nəhəngi yenidən ayağa qaldıran əsas qəhrəmanlardan biri olmaq istəyir. Bu çox fərqli bir səviyyədir doğrudan da. Məhz belə. Türkiyə klubunun bu transferdəki çox ciddi israrlı marağı da bunu təsdiqləyir. Onlara sadəcə top qovan oyunçu yox, lider lazımdır. Toral isə sabitliyi deyil, böyük gözləntilərin yükünü daşımağı seçdi. Bəli, çünki tarixi bir komandanı yenidən Superliqaya çıxaran heyətdə olursansa, sən sadəcə futbolçu olmursan, sən o şəhərin əfsanəsinə çevrilirsən. Yaxşı, futbolçunun bu cəsarətli motivasiyasını başa düşdüm. Bəs Qarabağ niyə buna belə asanlıqla razılaşdı? Bax, əsl məsələlərdən biri də budur. Çünki biz adətən görürük ki, klublar ən yaxşı oyunçularını son anadək əllərində saxlamağa çalışırlar. Danışıqlar aylarla uzanır, nə bilim, kəndir tartışması gedir. Aha, bəzən böyük skandallar da olur. Ay sağ ol, amma bu dəfə hər şey çox sivil və sürətli həll olundu deyəsən. Bax, bu detal idman biznesinin pərdarxası mexanizmini çox gözəl nümayiş etdirir. Necə? Qarabağ rəhbərliyinin futbolçunun istəyinə dərhal hörmətlə yanaşıb transferi yaşıl işıq yandırması sadəcə oyunçuya hörmət deyil, bu həm də çox strateji bir idarəçilik gedişidir. Öz ən yaxşı oyunçunu rəqabətə davamlı çağında əldən buraxmaq necə strateji ola bilər axı? Çünki ağıllı rəhbərliklər bilirlər ki, oyunçunu zorla saxlamaq, onun o daxili ambisiyalarının qarşısını kəsmək, uzun vədədə komandanın reputasiyasına ciddi zərər verir. Hə, başa düşürəm. Qarabağ bununla həm də gələcək transferlərə, gənc istedadlara çox aydın bir mesaj göndərir. Yəni bizə gəlin, bizimlə böyüyün və zamanı gələndə biz sizə əngəl olmayacağıq. Ay sağ ol.
Əgər perspektivli bir gənc oyunçu bilsə ki, bura gələndən sonra onu qızıl qəfəsə salacaqlar, bəlkə də o komandaya heç vaxt gəlməz. Doğrudur. Bu cür sivil dəstəkləyici ayrılıqlar əslində klubun gələcək cəlbediciliyini dəfələrlə artırır. Aha, deməli bu, həm də gələcək kadrlar üçün bir növ reputasiya idarə etməsidir. Dəqiq. Şirkətlər də eynisini edir. Əgər işçi başqa yerə, yeni bir macəraya gedəndə, rəhbərlik onu dəstəkləyirsə, o şirkət kənardakı hər kəs üçün arzu olunan iş yerinə çevrilir. Tamamilə elədir. Vəziyyət elə qurulur ki, fərd fərqli və daha çətin bir səviyyədə özünü sübut etmə şansı qazanır. Təşkilat isə sağlam və cəlbedici bir ekosistem yaradır. Hər şey öz yerinə oturdu indi. Bəli. Görürsən, idman necə də həyatın özüdür. Bu hekayədəki məntiqlər doğrudan da çox dərindir. Biz çox vaxt karyera sıçrayışlarını sadəcə daha çox pul və ya şöhrət axtarışı kimi görürük. Amma reallıqda heç də həmişə belə olmur. Bəli, bu cür keçidlərin arxasında dəqiq hesablanmış risklər, o xilaskar olmaq istəyi və çox düzgün işləyən idarəçilik mexanizmləri dayanır. Hətta deyərdim ki, bu hadisənin mahiyyətini gündəlik həyata bağlasaq, çox maraqlı bir nəticəyə gələrik. Nədir o nəticə? Həqiqi potensialı kəşf etmək çox vaxt elə ən rahat olduğumuz yerdən, qarantiyalı sistemdən imtina etməyi tələb edir. Bax, bu sözlər bizi elə sizinlə, yəni bizi dinləyən dinləyicilərimizlə baş-başa buraxır. Aha. Biz bugün hər şeyin qüsursuz işlədiyi bir yeri tərk edib, böhran içindəki bir nəhəngə ayağa qaldırmaq yükünü öz üzərinə götürməkdən danışdıq. Rəqərləri, o pərdə arxası qərarları təhlil etdik. Bəs sizin üçün bu nə dərəcədə mümkündür? İndi isə sual sizədir. Qəhrəmanı olmaq üçün o rahatlığı tərk edib hər şeyi daha böyük təzyiq altında sıfırdan qurmağa cəsarət edərdinizmi?